Uşaqlar, uzun arada sonra Rafael Qulev görürsünüz və Rafael Qulev gizlənib. Bu arada Eşref abinin burada maşını var, belə qapısı da göstərim. İndi isə çoxdan məni görmürsünüz, niyə məni dəyişdirmişəm biraz. İndi isə əsl üzümü atıram. Hazırsa bir şey ya, əməliyyatda girmişəm, əməliyyatdan çıxıram. Bundan şeylərdir, mən heç bir şey bilmirəm. Nəysə, qısacası 1 2 3 bomba kimi. Bir dənə kanala girişimiz elə ondan sonra başlayaq. Hər kəs anlasınızlar kanalımıza xoş gəlmişsiniz. Bu günlərim qarşınızda uzun 4 aydan sonra Rafael Qulev var. Biz artıq saqqalda çıxdıq, qodalmışıq. Başını saçsızlar uzunuyub. Hər şey dəyişilib. Bu arada necəsiz? Çox darıxmışdım sizin üçün. Bilirəm sizə mənim üçün darıxmışsınız yəqin ki. Və artıq çoxdan kanala video atmıram. Niyə? Özüm də bilmirəm. Hər şeyi bu videoda danışacağam. Bu videonun başlığından da anladığınız kimi kanalımızın 2025-ci ilin son videosunu atıram. Yəni 2025-ci ildə çəkdiyimiz videoları hamısını atıram. Bu arada yeni il bayramımızı təbrik edirəm. 100 yaşım, 160. Əgər siz 100 yaşında, 1000 yaşındasınız. Yəni təbrik edirəm, bizə dəstək oldu olanlara. Bu il bizə çox adam dəstək oldu. Çox adam arxamıza durdu. Bu il heç vaxt ağlıma gəlməyəcək şeyləri belə elədim. Yəni mən heç vaxt inanmazdım ki, mən bəlkə də 1000 abunə olaram, 1000 nə bilim, nəsə eləyərəm. Başladım fevralın 25-dən başladım video çəkməyə və aprelin 25-i 1000 abunə oldum. Və arxamıza duran və kanalımıza abunə olan bütün hamıya təşəkkürümü bildirirəm və hamınız mənim ürəyimsiz. Və uşaqlar, mənim 137 abunəm var idi. Video çoxdan da paylaşımdan 125 abunəyə düşmüşəm. Ağzımı tükürdüm. Və axırıncı videomu 5 sentyabr 2025-ci ildə paylaşdım. Amma ondan sonra yoxa çıxdım. Düzdür, deyə bilərsiniz ki, Rafael Qulev harada getdin? Nəsə, hara getdin? Bax, video paylaşdın. Hara yoxa çıxdın? Xəstə. İnşallah belə deyim ki, mən arxamda da gördüyünüz kimi, yəni 100.000 butonum hanı, mən arxamda 100.000 buton oldu və arxa divar ağ olurdu. Arxa divar niyə ağdır və 100.000 butonum vardı? Bu iston nə istondur? Mənim arxamda iston balaca boyuydu. İston hanı mən? Düzdür. Deyə bilərsiniz, mən özüm sizdən pişdim, çünki həyəcanlandım kamera qarşısında. Mən bilirsiniz ki, 28-ci qalırdım və artıq köçmüşəm. Hara köçmüşəm, müayinə etdiyim verəcəm. Məktəbə yaxın bir yerə köçmüşəm. Deməli uşaqlar, video paylaşdım və biraz köç-düş eləmək barəsində biraz başım qarışdı. Ondan sonra belə deyim ki, Rafael Qulev çox dəyişilib. Gördüyünüz kimi əvvəlki Rafael Qulev bir dənə. Keçin əvvəlki videoma baxın, bununla saçım da tökülüb, deyəsən. Yox, sadəcə saçım çoxalıb deyə ona görə belədir. Yəni qırtırmamışam da, gedib qırtırmaq lazımdır. Və uşaqlar, dediyim kimi bu il sizi çox sevirəm. Bu il video gəlməyəcək. Bu günə qədər video atmadım. Bu gündən sonra da atmayacağam. Video atmamın səbəbləri bu oldu ki, başım çox qarışıq idi. Məktəbə getməliydim. Səhər səhər olmuşam. Məktəbə gedirəm, evə gəlirəm, yatıram. Yatıb durana qədər evdəkilər evdə olur. Video çəkəmirəm. Bildiniz, başım qarışıq. Çöldə hər haçan deyirəm bu gün video çəkdim. Yadımdan çıxır və axır ki bu günlərim bir Ramanla danışırdım. Mən videolarımda olur ya, köməkçim. Köməkçim deyəndə daha doğrusu həm qardaşım, həm də doğma olması daim oldu. Qardaş deyirik və kamera arxasında videolarımın hamısını çəkir. Çiğ videosu hamısını, bütün kanalımdakı olan videolarımı hamısını o kömək edir mən çəkməyə. Montajlamağına da baxır. Baxır deyəndə yəni kömək eləmədim, montajlayıram. Beləsinə deyim ki, video atmayacağım, amma 2026-cı ildə çox bomba bir dənə video atacağım. 2026-cı ilin ilk videosu nə olacaq? Gəlin sizə deyim. 2026-cı ilin ilk videosu 24 saat yatmadım videosunu çəkəcəm. Ondan sonra da bir dənə bomba videolar hazırlamışam. Hamısını çəkəcəm. Çox bomba bir videolar çəkəcəm. Və siz mənə dəstək olmalısınız bu yolda ki, mən bu yolda irəliyəm. Mənim həvəsimi çox qırdılar. Məni nə bilim, dostlarım bu yandan həvəsimi qırdı. Onlar bu yandan, nə bilim, həyatıma girən insanlar zat. Çox adamlar həvəsimi qırdılar. Daha doğrusu, yəni hər şey dəyişildi, hər şey içinə pox qoydular və indi isə onların heç biri yanımda yoxdur. Ola danmazlar, çünki mən satanları mən şey eləmirəm də, necə deyim, baxmıram.
Bu sözü hər adam üstünə götürməz. Çünki hər adama demirəm, başqa adamlar da var. Elə bir sizdən başqa adamlar da var. Çünki bilirəm əlbəttə bu video olar baxacaq və mənə sonra yazacaq və sonra da mənim cavab vermək xoşum olmayacaq. Ona görə yəni indidən deyirəm ki, heç kim üstünə götürməsin. Kim kimə gedir özü bilər. Mən söz söyləmək xoşum yoxdur. Nəysə qısacası belə deyim ki sizə video çəkmək xoşum olmurdu. Çox yorğun olurdum, başım qarışıq olurdu. Amma geri qayıdıram. Babarda sizə bir söz deyim, Instagramım. Burada çıxan Instagram var, Rafael Quliyev 7. Keçən Instagramı takip edin, çünki çox bomba videolar orada. Bu video 10 izlənmədi gəlsə, 5 izlənmədi gəlsə bu videonu paylaşıram. Baxış da gəlməlidir. 50 günə istəyir 2 baxış gəlsin, 1 baxış gəlsin. Yenə atacağım. Axırında videomuz 536 baxış alıb. 3 aya, 4-cü ay yanvarda olacaq inşallah. Yanvarda təzə video elədik, yanvarın 5-i 4-cü ay olur. Mən də ona qədər yanvarın 4-ü 5-i atacağam video inşallah. Çox danışdım. Gözə görək. Nəysə uşaqlar, videomuz bura qədərdir. Sevirəm sizləri. İnşallah 2026-cı il hamımız uğurlu olar, düşərli olar. Hamımızın yeni il bayramını çox sevirəm. Hamımızın yeni il bayramını sevirəm nə də la. Mən yatmışam. İnşallah çox üzr istəyirəm. Telefonumda yer doldu. Amma sizə belə bir söz deyə bilərəm ki, inşallah çox təzə bomba videomuz gələcək. 2026-nı gözləyir. 2026-nı səbr edin. Mənim həvəsim 100.000 abunə olmaqdır və mən abunəm 100.000 abunə olacağam. Hər şeyin çarəsi var. Sevirəm sizləri. Sağ olun, salamat qalın. 2026 hamıya düşərli olsun, uğurlar olsun və biz bizə 100.000 olar. Başqa heç bir şey istəmirəm. Öpürəm anamızı. Sağ olun. Kanala da abunə ol, video like atmağı unutmayın. Hatta Instagram səhifəmə abunə ol. Nəsə çox danışdım. Sevirəm sizi. Qucaqlayım da. Sağ olun, sağ olun, sağ olun, sağ olun.